Dizel mühərriklər benzin mühərriklərinə nisbətində daha keyfiyyətli və daha dözümlüdür. Neynim ki, dizel mühərrikin ömrü uzun olsun? Dizel mühərriklərində hər 70 mindən bir, 80 mindən bir kollektor YGR sistemi yuyulmalıdır. Dizel mühərrikdə turbo xarab olanda ilk əlamətlər nə olur? Benzin mühərriklərindən fərqli olaraq dizel mühərriklərin yağ yeməyi bilindirmir. Səhər işə salanda 5-10 saniyə mühərrik titrəyir. Bu nəydən olar? İnjektorun işığı bir çox səbəblərdən yana bilir. Səncə sırf qənaətcildir deyə dizel mühərriki seçmək düzgündür? Hər vaxtınız xeyir olsun. Xoş gördük sizi Sol Avtonun növbəti podkastında. Bugünkü mövzumuz Azərbaycanda da çox seçilən, yəni sürücülərin çox seçdiyi və tələbatı olan mühərrik növlərindən biri olan dizel mühərrikləri haqqındadır. Yəni bugün biz mənim qonağım olan Elməddin Usta ilə dizel mühərrikləri haqqında danışacağıq. Elməddin Usta, necəsən? Xoş gəlmisən. Salam, xoşunuza gələk. İşlərin necədir? Çox sağ olun. Sizi və sizin izləyicilərinizin hamısını salamlayıram. Aleykümselam. Burada iştirak etdiyimə görə çox şadam. Xoş gəlmisən. Bugünkü gün Azərbaycanda dizel mühərrikləri həqiqətən də böyük bir problemə çöndərirdilər. Yəni bugünkü gün tələbat tok maşınlarının olduğuna görə, amma mən belə deyərdim ki, dizel mühərrikləri onlardan daha üstün tutmaq olaraq ötür. Dizel mühərrikləri əsasən uzaq yol məsafə qət edən insanlar, əsasən məsələn bu rayon taksiləri deyirlər də, onlar seçir ki, bu sərfiyyatına görə də. İndi bir usta olaraq səndən soruşuram da və neçə ildir sırf dizel mühərriklərindən anlayışı olan bir usta olaraq və praktikanı əsasən soruşuram. Səncə sırf qənaətcildir deyə dizel mühərriki seçmək düzgündür? Xeyr, belə razılaşmazdım. Dizel mühərrikləri belə deyək, ən şeylə götürək də, belə bir halla götürək. Uzun yol maşınlarının 99%, hamısı demək olar ki, böyük maşınlardan nəzərdə tutulur, yük maşınları. Fikir verirsinizsə, onların hamısının dizel mühərrikindəndir. Heç hansı benzin mühərriki deyil. Bu da onu göstərir ki, dizel mühərrikləri benzin mühərriklərinə nisbətdə daha keyfiyyətlidirlər və daha dözümlüdürlər. Və uzaq yol məsafələrini görürsünüz, hamısı tırlardır, böyük maşınların hamısı dizel mühərrikləridir. Yəni, bu da onu göstərir ki, dizel mühərriklər benzin mühərriklərinə nisbətində daha keyfiyyətli və daha dözümlüdür. Bu, məsələn, yük maşınları dedin. Yük maşınlarının dizel olma əsas səbəblərindən biri də onların yəqin ki, torkudur da. Yəni, çəkim gücünün güclü olması dizel mühərriklərində. Tork məsələsidir. Mühərriklərdə at gücü var, bir də tork var. At gücü yerindən sürətlənmək üçündür. Yəni, məsələn, maşın var ki, deyirik ki, 1000 at gücüdür. Onun amma torku o deyil. Tork mühərrikin özünün gücüdür. İstehsal bəli, o tamam fərqlidir. Dizel mühərrikləri, belə deyim də, dizel mühərriklərinin baxım dərəcəyinə görə biraz fikirləşirlər ki, rasxodludur, amma elə mən düşünməzdim. Dizel mühərriklərin sadəcə olaraq, belə deyək, vaxtında yağın dəyişilməsi, bir də yanacaq sistemi ilə bağlı olan problemləri aradan qaldırsalar, dizel mühərriklər daha uzun ömürlüdür, benzin mühərriklərinə nisbətdə. Usta, sən özün avtomobil sürürsən də yəqin. Bəli. Dizel sürürsən, benzin? Məndə dizelli də var, benzin də var, hər ikisindən də var. Dizel hansı modeldir, nə modeldir? Dizel Mercedesdir. Mercedesdir, indi ən çox onu sürürsən, yoxsa benzini? Belə deyim, əslində ən çox onu sürürəm. Dizel sürürsən. Çünki bəli, bugünkü gün şəhərdəki yanacaq sərfiyyatıma görə, yəni işimlə bağlı olaraq çox hərəkətdə oluram. Onunla bağlı olaraq da dizel mühərrikinə çox istəyirəm. Yaxşı, belə mənə də maraqlı gəldi. Niyə həm bir dənə benzin, bir dənə dizel almısan? Səbəbi nədir? Yoxsa elə bir maraq üçün almısan? Yox, biri belə deyim də, əslində dizel ekonomiya üçündür. Yəni şəhərdə ekonomiya istəyirsənsə, A nöqtəsindən B nöqtəsinə getmək istəyirsənsə, sırf, yəni işi aşıtmaq üçün dizeli məsləhət görürəm. Yox, amma həyəcan axtarırsansa, biraz adrenalin axtarırsansa, bu benzini... Yəqin benzin olanda BMW də. BMW. Düz tapdın, biz onlardan tapdım. Dedin ki, həyəcan axtarırsansa, o həyəcanı da BMW-də taparsan da. O BMW-nin hansı modelidir? F30-dur. Maşallah, sağ-salamat sür. Çox sağ ol. Əsas o da qəzasız, bəlasız sür. Bəli. Məsələn, sən yanına dizellə bağlı çox yəqin müştərilərin var, dizellə bağlı gəlirlər, şikayətlə gəlirlər. Sadəcə bunu soruşuram, bəlkə də düzgün sual deyil. Yay aylarında dizeldə
problemlər daha çox çıxır qışda nisbətən. Yəni bu istinin səbəb olur dizeldə bir problem, yoxsa heç bir istinin təsiri olmur? Yox, heç bir aidiyyəti yoxdur. Problem bilirsiz necə? Problem hər an çıxa bilər. O yaya və yaxud da istiyə Fəslə baxmır, bəli. Bilirsiz maşına düzgün qulluq olunmayanda vaxtı-vaxtında yanacaq filtridir, vaxtı-vaxtında yağıdır. Bunlar dəyişilməyəndə adicə belə deyim də sizə, maşınlarda tormuz sistemi, əyləc sisteminin yağı dəyişilməyi onun belə vaxtlandır, saatlandır. Motorun yağın özünün belə dəyişilməyi, yəni biz bunu probeglə dəyişirik də, 5000-dən bir. Çox yerlərdə probegi əslində çox verirlər, məsələn 8000, 10000 probeg verirlər. Mən bununla razılaşmıram, yəni siz nəyə görə razılaşmıram? Düzdür, yağı gətirən orijinal firma gətirə bilər. Bugünkü Nonsta Azərbaycanda, maşallah olsun, inkişaf eləməkdəyik, 21-ci əsrdir, yağlarımız barəsində təkmilləşirlər. Seçim də çoxdur. Seçim də çoxdur, bəli. Hətta belə deyim, biz bəzən maşını probeg olaraq sürürük, kilometraj olaraq sürürük. Hətta onu dayandırıb, məsələn, hamımızın başına gəlir də, bir dükana düşürük, maşın işlək vəziyyətdə qalır, gedib işimizi görüb, gəlib oturub təzədən sürüb gedirik. Mühərrik də işlək vəziyyətdədir. Biz onu hesablamırıq ki, o işlək vəziyyətdə o probegdən gedir. Onun özünün belə probegdən getməsidir. Elmətli usta, bizim izləyicilərimiz bizə maraqlı suallar ünvanlayır və biz də hər verilişdə çalışırıq ki, ustalarımıza bu sualları verək və ustalarımız da bu sualları cavablandırsın. İndi bəzi mənim qarşımda qeydlər var, izləyici sualları var. Bu sualları oxuyacağam. Bir izləyicimiz soruşur ki, BMW F10 N47 mühərrik zəncir problemi həqiqətən də çox olur? Yox, belə deməzdim. Bütün mühərriklərdə, yəni dizel mühərriklərindən gedirsə söhbət, zəncir belə deyim, ona zavod istehsal edəndə hər bir maşının müəyyən kilometraj var. Hər bir zəncirdə müəyyən bir kilometraj var. Yəni bu istər BMW olsun, istər Hyundai olsun, istər Kia olsun, istər hər hansı bir maşın olsun, yəni dizel mühərriklərində, yəni saatla, kilometrajla olan bir şeydir bu. Yəni vaxtı çatanda belə deyim də dəyişilməlidir onlar. Yəni bu ümumi bir problem deyil. Vaxtı çatdısa dəyişməlidir. Vaxtı çatdısa, hə, kilometrajdır da, kilometrajı çatdısa dəyişməlidir. Adi belə bir deyim, maşınların adi özündə lampalar olsun belə, qoyulan lampalar, onlar belə saatlanır. Hə, müəyyən bir saatdan sonra görürsünüz ki, keyfiyyəti ölür, kачествосы ölür, ya o effekti vermir, dəyişilir. Bir izləyicimiz də soruşub ki, Mercedes C220 CDI səhər işə salanda 5-10 saniyə mühərrik titrəyir. Bu nədən olar? Həmin o dediyiniz mühərrikdə o problemi yarada biləsi iki nüans var. Ya yanacaq normal deyil, farsonkalar normal şəkildə işə düşmür, soyuq motora titrəmə ilə başlayır, qızandan sonra farsonkalar qaydasına düşür. Başqa orada ikinci nüans da odur ki, motorun hava ilə bağlı problemi də ola bilər ki, normal hava qəbul eləyə bilmir, ya hava filtri dolu ola bilər, yanacaq filtri dolu ola bilər, belə bir nüanslar da var. Yəni, əsas bugünkü gün, yəni bizim qlobal problemimiz yanacaqla bağlıdır. Yanacaq dizel motorlarında, yəni yanacaq normal oldu, yağı vaxtı-vaxtında dəyişdim. Bu motorlara mən belə deyərdim ki, nadicə belə götürək də, köhnə model Mercedeslər var, 124 kuza, 2 motor və yaxud da onların 3 motorları var. O motorlar milyonluq motorlardır. Bunu hər bir kəs bilir. Yəni Nemes o maşınları istehsal edəndə milyon probeg veribdir. Bugünkü gündə Azərbaycanda da hətta istifadə də olunur, yenə də yollarımızda görürük maşınlardan. Yəni yaşlarının çox olmağına baxmayaraq, hətta yenə də gedir bəli maşınlar. Bu da nəyə əsasdır? Siz həmin vaxtı, həmin dövrdə istehsal olunan o maşınlar bizim yanacağın, yəni Euro 2-nin bizim bir dəqiqə yanacağımız Euro 2-dir də, yəni Euro 4 və yaxud da Euro 3 deyil. O yanacağı qarşılaya bildiyi üçün uyğun idi ona. Uyğundur, bəli. Ona görə də işləyə bilir. Siz həm də vaxtı-vaxtında yenə dediyim kimi yanacaqdan da əlavə ki, bu motorun yağını vaxtı-vaxtında dəyişmək lazımdır. Hər 5000-dən bir, 6000-dən bir motorun yağıdır, yanacaq filtridir, bunları dəyişmək lazımdır. Bir izləyicimiz də soruşub ki, Hyundai Santa Fe 2.2 dizel boğulma olur, injektorun işığı yanır. Bu nədən olar ay usta? İnjektorun işığı bir çox səbəblərdən yana bilir. Yəni maşında hər hansısa bir xırda bir problemi, təzə modellərdən gedir bu söhbət. Yəni hər hansısa bir xırda problemi injektor işığını yandıraraq, yəni xəbərdarlıq edir
Sürücüyə ki, bəli, maşında nəsə bir problemi var. Boğulma, belə deyim də, Santa Fe-də, Sonatalarda kollektor yeger sistemi deyilən bir sistem var. Yanacaq sərfiyyatının əslində bunun açıqlaması yanacaq sərfiyyatının ekonomiyasıdır. Daha da ekonomiya elətdirirlər. Bu yanacaq sərfiyyatı azalması üçün şirkət nəzərdə tutub bu maşınlarda. O boğulma, çirklilik tutulma olur maşınlarda. Onun da tutulma səbəbləri yenə də gəlib çıxır yanacaq sistemi. Yenə də yanacaq sistemi. Bilirsiniz necə? Maşının əsas bax motorların vurma səbəblərindən bir dəqiqə 99%-ni yanacaq sistemi təşkil edir. İnsanın necə ki qanı, maşında yanacaq. Çünki bilirsiniz necə? Yanacaq düzgün olmayanda maşın partlayış düzgün olmur, gilizin içini vurub yandırır, poşini yandırır və yaxud da gidrə udar eləyir, vala ziyanlıq verir. Həmin o Santa Fe-lərdə, Sorrento'larda, dizel mühərriklərində hər 70 mindən bir, 80 mindən bir kollektor yeger sistemi yuyulmalıdır. Bu həm bizim yanacaqla bağlıdır, həm də ki yağlanma düzgün tökülməyəndə, motorlarda yağlanması düzgün mineral tərkibli olmayanda kollektor sistemini doldurur. Yəni keyfiyyətsiz yağ tökürlər. Keyfiyyətsiz yağlar, bəli, keyfiyyətsiz yağ tökürlər. Belə deyim də, ucuzlu yağlar tökürlər. Ucuzlu yağlar da ki, yağlanmanı düzgün eləmir motorun içərisində və bu da naqaranmağa, çirklənməyə səbəb olur. Yəni, əslində bugünkü gün bazarda çox yaxşı yuyucu sistemlər var motorun içərisini yumaq üçün. Yəni, məsələn, hər yağ dəyişmədə yox, 3 yağ dəyişmədən bir motorun içərisini yuduzdursalar daha yaxşı olar. Bir izləyicimiz də soruşur, məncə bu çox aktual mövzudur. Dizel mühərriki səhər işə salanda onun mühərrikin qızmağını gözləməliyəm. Bugünkü gün deyərdim ki, elə düz qeyd elədiniz, aktual bir problemdir. Belə deyim də, bu indi bilmirəm, Rusiyada yaşayanlar yəqin ki bilərlər. Rusiyada belə bir sistem var. Orada hər bir ölkənin özünün temperatur məsələsi var. Hər bir maşınları da hər bir ölkəyə uyğun buraxmırlar. Maşını bir ölkə buraxır və öz ölkəsinə uyğun da buraxır. Rusiyada belə bir nüans var ki, orada çox soyuq olduğu üçün orada pult sistemi qoşulur maşınlara, beyin sistemi, uzaqdan xodlanma. Xodlayıb qızdırmaq üçün. Bunu bir ara belə deyim də, bir hardasa 2-3 il bundan əvvələ kimi gətirdilər, Azərbaycanda da elədilər. Hə, bəli. Yəni motorun qızdırılması yəni bizim ölkədə ehtiyac deyil. Yəni belə deyim də, sən xodlayırsan maşını və oturdun, onsuz da sən hərəkət eləyib, maşını tərpədib, məhəllədən çıxana kimi ən azı 5 dəqiqə vaxt keçir. Bu yay-qış rejiminə belə deyim də, elə də çox onsuz da aidiyyatı yoxdur. Bizim ölkədə çünki çox güclü elə soyuqlar da olmur. İstilər də ki, şükür normaldır. Yəni qızdırmağa yəni elə bir çox ehtiyac deyil. Yəni bu biraz mifdir də, belə deyək. Mifdir, bəli, əlbəttə ki. Onsuz da maşın belə deyim də, maşın özü mühərriki və karavka sistemi və most sistemi, onsuz da altda izolyasiyalı olur, zaşitniklər olur. Bunun yəni ehtiyac yoxdur. Yəni o qədər də çox qızdırmağa və yaxud da gözləməyə ehtiyac yoxdur. İşte dizel mühərriklərində açığı bəzən deyirlər ki, dizel mühərrikini biraz qızdırıb sürmək məsləhətdir. Ehtiyac deyil ona. Yəni oturdun, xodladın, onsuz da yerindən tərpənəndən kimi səni bir 5 dəqiqə vaxt keçir. Düzdür, elə də oturursan, hə də hazırlaşana kimi bir mesaj gəlir, ona baxırsan. Biraz keçir. Düzdür. Bir sual da belədir ki, dizel mühərrikdə turbo xarab olanda ilk əlamətlər nə olur? Belə deyim də, turbo mühərriklərində birinci maşında çəkim zəifləməsi olur. Yəni siz necə, bəzən müştəri gəlir, biz iş görəndən sonra müştərin otururuq böyründə deyirik maşını sürün və fərqi siz hiss eləməlisiniz. Nəyə görə? Çünki bu maşını padriyat siz sürürsünüz. Daim sizdə olduğu üçün maşınınızın eləyə biləcəyi hərəkətləri siz bilirsiniz. Turbo mühərriklərində də turbo dağılma ərəfəsi belə deyim də, yəni onu hiss elətdirmə ərəfəsini müştəri daha özü tez hiss edir. Nə ilə bağlı olaraq? Maşının çəkiminin zəifləməsindən bağlı. Bir də ki, turbo mühərriklərində turbonun özünün addelini bir səsi var və o səsdə dəyişikliklər olur. Bu göstərir ki, turboda problem var. O da yaxınlaşır motoristdə və yaxud da turbo ustasına. Turbo ustası orada
onu yoxlatmalıdır. Yəni vaxtında yoxladanda, tam dağılmamış yoxladanda həm müştəriyə də sərf edir o, həm də ustaya da sərf edir. Çünki ustanın işi də azalmış olur. Müştərinin də cibinə qənaət olur. Bir izləyicimiz də soruşub ki, bu da aktual mövzudur. İkinci əl dizel bir avtomobil alacağam. Dizeldə bu ikinci əl avtomobil alanda nəyə diqqət edeyim? Bu biraz çətin mövzudur. Çox da diqqət olması şey. Çünki çox diqqət olunması Əsas bir 4-5-ni desən hansı olardı? Mühərrikdə birinci növbədə dizel mühərriklərində, belə deyim də, benzin mühərriklərindən fərqli olaraq dizel mühərriklərinin yağ yeməyi bilindirmir. Bilindirmir, bu bir. İkincisi də ki, dizel mühərriklərində yağ yemə çox redki hallarda olur. Çünki dizel yanacağı yağlı olduğu üçün özü quruma prosesi olmur klapan saniklərində. Aslında benzin motorlarında klapan sanilikindən quruyur, motor yağ yemə başlayır. Bir nüans odur. İkinci nüans da motorda kolçaların razmerdən düşməsidir. Məsələn, gilizin razmerdən düşməsidir. Dizel mühərriklərində isə ondan fərqli olaraq dizel mühərriklərində yanacaq yağlı olduğu üçün klapan saniklərini qurumur. Yağ yeməsi də bilinmir. Aslında dizel mühərriklərində yoxlamaq istəyirsinizsə də birinci növbədə kompres yoxlanmalıdır. Kompresin də yoxlanması, belə deyim də, yəni onu usta şəraitində yoxlanılır, kompres yoxlanılır, farsunka sistemi yoxlanılır, bir də bayaqlarında dediyimiz kimi zəncir sistemi. Zəncir sistemində səs var və yaxud da yoxdur. İkinci əl maşınlarda, motor mühərriklərində, yəni ikinci əl maşın alınırsa da, mühərrik əsasən dəqiqliklə yoxlanmalıdır. Çünki sizdən o alacaq müştəri, satacaq müştərinin necə sürdüyünü maşınını bilmir. Yəni ona çox diqqətlə yanaşılmalıdır ki, bəli, sonra ona çox fəsad verməsin. Mən bir şey də maraqlıdır. Bəzi məsələn köhnə dizel modellərində uzaqdan bilirsən ki, bu dizeldə traktor kimi şaq eləyir də. Bəli, çox şaq. İndiki müasir dövrdəki dizellərdə yəni o qədər səs çıxmır. Səs bilinmir. Bu fərq nədir ki ortada? Fərq nədir? Belə deyim də sizə. Fərq onunla bağlıdır ki, farsunka sisteminin elektronlaşdırılması. Köhnə model maşınlarda farsunkalar prostoy sistemdədir. Püskürmə nasos tənzimləyir. Amma təzə modellərdə təkmilləşdirdikləri üçün, bayaqlarımı sizə də qeyd elədim, axı, YGE kollektor sisteminin yuyulması nə ilə bağlı idi? Bu yanacaq sərfiyyatının azalması ilə bağlıdır. Məsələn, belə götürüm də, 124 qoza YŞK və götürək təzə model Mercedes dizel motorunun biri. Uzaq yol qət eləyək. Hər iki maşından eyni kilometraj, eyni yanacaq. Təzə model köhnə modelin nisbətində az yandırır. Köhnə model çox yandırır. Həm belə deyil, maşının işləmə prinsipi motoru təkmilləşdirdikcə, elektronikasını artırdıqca səs baxımından, maşının izolyasiyası baxımından səs azalır. Amma köhnə modellərdə o qədər təkmilləşdirir. Uzaqdan bilirsən ki, o dizel gəlir. Bir izləyicimiz də soruşub ki, dizel mühərrik sürürəm, neyniyim ki, mənim mühərrikimin, avtomobilin mühərriki daha doğrusu, yağı gec qaralsın. Yəni, avtomobilin mühərrikinin yağı gec qaralsın. Bəli, bu, belə deyim, dizel motorlarında yağ qaralması benzinlərdən daha tez və daha bəli çoxdur. Bu yağ qaralması o demək deyil də, yağın keyfiyyəti ölübdür. Sadəcə olaraq dizel mühərriklərində bayaqlar dediyimiz kimi yanacaq yağlı və bəli, yanacağın yağlılığı və partlayış sıxılma ilə olduğu üçün, yəni benzinlərdə sveça partlayış yaradır, amma dizel mühərriklərində kompresin gücünə, sıxılmanın gücünə yaranır partlayış. Ona görə də yağ qaralması daha tez proses baş verir. Belə deyim, əvvəllər, yəni köhnə bir vaxtlardan danışıram. İndi bəlkə də deyərəm, çoxsu bunu bir qeyri-adi qarşılayır. Dizel mühərriklərində yağ dəyişmədə götürürdük ağ neft bildiyimiz və istifadə elədiyimiz ağ neftlərdən 1 litr köhnə yağın üstünə tökürdük, işlədirdik 5 dəqiqə yerində və sonra açıb buraxırdıq, təzə yağı tökürdük. Bu proses yəni bir dəfə yox, hər dəfə təkrarlanırdı və motorun içərisini təmizləyirdi. Və yaxud dediyim kimi, motorun içərisi insan damarları kimidir və dövriyyəsi var da, nəzik kanallarla dövr eləyir. O çirklənmə olduqca o kanallarda yağ dövriyyəsi düzgün getmir. Əvvəllər elə bir prosesdən keçirdik maşınları. İndi şükür müasir zamanədir, 21-ci əsrdir. Bayaqlarımı qeyd elədim, yuyucu vasitələr var. Xüsusi vasitələr var. Xüsusi bəli vasitələr var.
Bunların da kimya tərkibi çox olduğu üçün mən onu hər dəfə istifadə elətdirmirəm klientlərimə, müştərilərimə ki, hər dəfə yox. Məsələn, 3 yağ dəyişmədən bir, 2 yağ dəyişmədən bir alır bir dənə ampula, tökürük, yuyulur stem, açıb buraxırıq, hava vururuq və tərtəmiz təzə yağı içərisinə tökürük ki, yağın o qaralmasını, prosesini biraz qarşısını alır. Məsələn, belə deyim də, tökdük yağı, yağ 1000 kilometrdə qaralırdısa da, bu proses çəkir hardasa 2000, 3000, getdikcə də uzadır məsələn. Amma yağın qaralması o demək deyil, yağ keyfiyyətsizdir. Sadəcə olaraq dizel motorlarının iş prinsipindən benzin motorlarının iş prinsipi tamam fərqlidir. Bir izləyicimiz də soruşur ki, mən dizel həvəskarıyam, uzun illərdir dizel sürürəm. Neynim ki, dizel mühərrikin ömrü uzun olsun? Uzun olsun. Dizel mühərrikin uzun olmağının tək və belə deyərəm, tək qanunu yağı vaxtında dəyişmək. Əsas o da. Bəli, yağı vaxtında dəyişmək, yanacaq sistemi, hava filtrləri, bir də yanacağı daimi bir yerdən vurmaq. Məsələn, gəlir bir də görürsünüz maşının, siz dizel motorlarında, benzin motorlarına nisbətində qəlizlik daha çoxdur. Çünki dizel motorların da motor hissəsində elektronikləşdirilməsi daha fərqlidir. Gəlir ki, motorum yaxşı çəkmir, maşın əvvəlki kimi işləmir və yaxud da səsli işləyir və yaxud da səsində dəyişikliklər var. Deyirəm ki, yanacağı hardan vurursan? Deyir, hardan gəldi vuram da. Deyirəm, o düzgün deyil də. Yanacağı bir yerdən vurmaq lazımdır ki, necə ki, yağı bir model yağ tökürsən, yanacağı da bir yerdən vurmaq lazımdır və yanacaq filtrini də vaxtında dəyişmək lazımdır. Yəni, bu baha da olsa, nə də olsa, sən yanacaq filtrini vaxtında dəyişməlisən ki, bu mühərrikin sıradan çıxmasın. Dizel mühərriklərində əsas üstünlük verəcəkləri bir şey yağdır, bir də yanacaqdır. Bunlara vaxtında qulluq olunsa, problem yaşamayacaqlar. Bir dənə də son olaraq, bu da öz ağlıma gələn bir sualdır. Sən niyə Mercedes-in dizelini, BMW-nin benzinini sürürsən də, niyə BMW-nin dizelini sürmürsən? O maraqlı gəlir. BMW-nin dizelini sürməkdənsə, yəni sürməmək məsləhətdir. Niyə ki? Çünki BMW sırf benzin üçündür. Dizel necə gücünü zəiflədir? Gücünü zəiflədir də. Yəni dizeldə o BMW-nin dizelində yəni o komfortu, o keyfiyyəti ala bilməzsiniz. Yəqin mühərrikində də bir problem olanda çox baha başa gəlir dizeldə. Bayaq dediyim kimi, benzinin yanmasından dizelin yanmasının fərqlidirlər. Benzinin alışma qüvvəsi daha sürətlidir ki, dizeldə daha fərqlidir də. Dizel ağır yanacaq olduğuna görə, partlayış sıxılma ilə olduğuna görə. Amma benzində partlayış daha fərqlidir. Yəni sürət sevən bir insan, yəni BMW dizel sürməsə, dizel olmasın. Dizel yox. Hə, onda Mercedes-i də sən sürətli sürmürsən də, öz xodu ilə sürürsən. O da sürətlidir. Yox, elə deməzdim. Bilirsiniz nətər? Hər kəsin özünün seçimi var. Yəni mənim bir dostum var, onda BMW-dir, N46 motordur, dizeldir. Ona məsələn o BMW-nin dizelini sürmək onun üçün daha yaxşıdır. Madəyə sərf eləyir və mən düzdür, sürətli də gedir maşın. Demirəm, yəni dizel, benzin, sürət fərqi. Sadəcə olaraq belə deyirəm də, bu mənim öz şəxsi fikrimdir. Yəni sürətli sürmək istəyirsənsə, yəni sürüşdən həzz almaq istəyirsənsə, benzin, amma A nöqtəsindən B nöqtəsindən getmək istəyirsənsə, yəni qənaət etmək istəyirsənsə də dizel. Yəni sürət düzdür, bu mənim öz yenə də belə fikrimdir. Yəni dizel də sürətlidir. Dizellərə də əlavə turbolar qoşulur və sürət həcmi artırılır. Amma benzinin effektini vermir də. Mən elə bilirəm ki, benzinin effektini. Onda yəni belə çıxır ki, BMW-ni BMW kimi sürmək istəyirsənsə benzinini sürməlisən. Mən belə başa düşdüm. Yəni bu mənim mən də belə başa düşdüm ki, yəni BMW-ni dizeldən sürsən o effekti almayasan. O effekti almayasan. BMW olduğunu hiss eləməyəcəksən. Amma belə deyim də sizə, yəni bax, çox yarışlar var ki, orada görürsən ki, həqiqətən də dizel motorlarıdır. Əlavə qüvvətləndiricilər, turbolar qoşulub və bunlar nə ilə bağlıdır? Dizelin aborot, bayaq dediyimiz kimi, torku çox güclü olduğuna görə, yəni çox aborotda, çox təzyiqdə dağılması gec proses alır. Amma benzinə o dizeldəki təzyiqi göstərəsi olsa, yəni benzin dözmür.
Bizim bugünkü Elməddin Usta ilə olan mövzumuz, verilişimiz sonlandı. Bugünkü mövzumuz dizel mühərrikləri haqqındaydı, dizel haqqındaydı və sizdən gələn sualları Elməddin Usta ilə cavablandırdıq. Elməddin Usta, son olaraq bizim izləyicilərimizə ümumi olaraq bir məsləhətin, fikrin varsa qısaca olaraq buyur. Məsləhətim, fikrim olaraq belə deyə bilərəm ki, yəni dizel mühərrikləri sürürsünüzsə də yağına fikir verməlisiniz. Bəli, birinci növbədə yağdır, ikinci növbədə yanacaqdır, filtrləridir. Bunlara qulluq eləsəz, yəni heç bir problem yaşaya bilməzsiniz bu maşınlarla bağlı. İnşallah ki, sənin sözünə də qulaq asarlar. İnşallah. Riayət eləyərlər dediklər və belə, bugünkü mövzumuzla, bugünkü verilişimiz də burada yekunlaşdı. İnanıram ki, sizin verdiyiniz suallara cavab tapa bildik. Sizin də ağlınızda olan suallar varsa, bu videonun altında yazın. Biz oxuyub növbəti verilişlərimizdə cavablandıracağıq. Videomuzu bəyəndinizsə, videomuza like atmağı, öz fikirlərinizi videonun altında yazmağı və bizim bu videomuzu da başqa dostlarınızın, avtomobil həvəskarlarının, əsasla dizel sürən dostlarınızın görməsini istəyirsinizsə, bu videomuzu həmin dostunuza göndərməyi unutmayın. Növbəti verilişlərdə görüşərik. Özünüzdən müğayət olun. Yollarda da əsas odur ki, ehtiyatlı olun. Sağ olun. Növbəti verilişlərdə görüşərik. Sağ olun.